Bəzi adamlar, vallahi qardaş, əlhəmdə bu haqdır, biz qardaşıq gərək bu şeyləri deyək. Bəzi adamların gün ərzində olan əməllərinə baxırsan, bəzilərinin əməl dəftəri dolur söyüşlə, bəzilərinin əməl dəftəri dolur asiliklə, bəzilərinin əməl dəftəri ancaq dominoda oynadığı 6 qoşa ilə, 5 qoşa ilə qarışdır, sən uduzdun, mən uduzdum, Allah səni belə eləsin filan. Hamısı mənasız şeylərlə doldurmuşsan əməl dəftəri bu gün. Amma bugün baxsan, Quran-ı Kərimdən nə qədər Allahın adını zikr eləmisən, nə qədər zikr eləmisən təklikdə qalıb Allah Taalana, nə qədər tövbə eləmisən, nə qədər salih əməl eləmisən, nə qədər sədəqən var, nə qədər məscidə addım atmısan, baxırsan ki, heç biri yoxdur vallahi. Lakin bütün asiliklərlə dəftərini doldurmuşsan. Allah Taala deyir ki, özün oxuyacaqsan kitabı qiyamət günü, özün də özü hesaba çəkərsən. Çəkə bilsən çəkərsən.